Bugün çoxlu gül buketləri görmüşəm. Göy, çəhrayı, ağ, çox maraqlıydılar. Hmm, Və orada həmin o maraqlı bir enerji, çoxlu gül buketlərinin olduğu yerdə bir dənə cool adam var idi. Bir dənə yox da bir nəfər. Oturub orada çay içirdi. Elə bir ətrafa enerji yayırdı ki, anlatamam da yəni. Gün ərzində bu gördüyüm bu görüntünü bozmamaq adına heyf gərək sonra gözümü pozub başqa adamlara gəlib görməzdim. Yəni adam istəyir otursun yanında heç durmasın da, yəni o dərəcə. Yəni o necə çay içməkdir, o necə oturmaqdır. Böyle bir şey yox. Təxmin elədim kimin yanına gəlib, amma nəysə o da özümə qalsın. Düşünürəm ki, təxmində yanılmaram, amma onun bir önəmi yoxdur zaten. Bir dənə quştuqası var idi, bir dənə abu havası var idi. Həyatı sevən, tutunan, ay, mən niyə elə ola bilmədim görəsən?